Natiq müəllim, bu ölkə gündəmindən də biraz danışaq. Ölkə gündəminin ən vacib məqamlarından biri də elə Fəzail Ağamaldan başlayaq və Ana Vətən, siz də partiya sədrisiniz, yeri gəlmişkən. Ana Vətən Partiyasının sədrinin qurultayı keçirilib və sədr dəyişikliyi olmalı idi əslində. Oğul və qız arasında, qardaş bacı arasında sədri üstə dava düşüb. Cəmi düzdür, doğrudan da biraz gülüş doğurur, amma istənilən halda, yəni biz bunu da gördük. Sizin reaksiyanız necə oldu? Mənim şəxsən belə bu siyasi partiya camiasına aid olan bir şəxs kimi, bir siyasi partiyanın rəhbəri kimi ağrıdan məsələ budur ki, siyasi gündəm belə olmamalıdır da. Yəni siyasətdə bunlar müzakirə obyekti olmamalıdır. Amma niyə olur? Bax sizin çox doğru çəkdiyiniz mənzərə nəticədir. Amma səbəb nədir? Bax ölkədə 26 partiya var da qeydiyyatdan keçmiş. Siz illərin jurnalistisiniz. Mən belə əminəm ki, 10 partiyadan çox bəlkə də adını çəkə bilməzsiniz yerdə qalanda. Yox. Yəni maksimum 10 partiyanın adını çəkə bilərsiniz də illərin jurnalisti olaraq. Mən partiya sədri olaraq maksimum 12-sini, 13-ünün adını çəkə bilərəm. Yerdə qalanını çəkə bilmərəm. Mənə maraqlı olan bu situasiyanı yaradan səbəbdir. Bu səbəblər aradan qalxmalıdır. İndi ailədir, əvvəllər ailədə ev bölürdülər, indi partiya bölürlər. Əvvəllər ailədə nə bilim belə mülk bölürdülər, indi mandat bölürlər. Yəni belə bir biabırçı mənzərədir. Yəni özləri bilər. Amma məni şəxsən ağrıdan və maraqlandıran məsələ odur ki, Azərbaycanda 35 ilə yaxındır biz müstəqil dövlətik və 5 ildən çoxdur ki, artıq biz 5 ildir ki, artıq biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa eləmişik. Yəni buna nail olan yeganə ölkəyi postsovet məkanında. Amma bizim siyasi partiyaların heç biri demək olar ki, ideoloji deyil. Azərbaycanda ideoloji partiyalar olmasa, siyasi səhnə bax belə multfilm olacaq. İdeoloji partiya nə deməkdir? İdeoloji partiya odur ki, sağı bilinməlidir, solu bilinməlidir, bunun millətçisi olmalıdır, yaşılı olmalıdır, ekologu. Bizdə partiya sədrləri var ki, səhər çıxıb deyirlər ki, maaşlar qalxmalıdır. Hamı deyir, eşq olsun. Axşam çıxır deyir ki, vergilər aşağı düşməlidir. Qardaş, belə olmur. Ya maaş qalxır, ya vergi düşür. Vergini salırsansa maaşı qaldıra bilmirsən. Maaşı qaldırırsansa vergi də qalxmalıdır. Yəni belə populizm, belə yəni sağı solu bəlli olmayan, siyasi mənada sağı solu bəlli olmayan partiyalar var bizdə. İstiqamətini bilməlidir. Bilməli ki, vətəndaş da məhz partiyalara, onların ideoloji xəttinə səs verməlidir, onları o cür dəstəkləməlidir. Bizdə Yeni Azərbaycan Partiyasından tutun da 26 partiyanın hamısı sağ mərkəzçidir. Bax açırsan, oxuyursan onların sənədlərini, rəsmi sənədlərini. Hamısında yazılıb ki, biz sağ mərkəzçi partiyayıq. Sağ mərkəzin nə sağından xəbərlər var, nə mərkəzindən. Bu da gətirir ailə partiyalarının yaranmağına, klan partiyalarının yaranmağına səbəb olur, yerli bazlığa səbəb olur, yerli bazlıq üzərində qurulmuş siyasi təşkilatların yaranmasına səbəb olur. Bu insan olaraq və vətəndaş olaraq siyasi partiyanın rəhbəri olaraq məni incidir. Çünki mən başqa cür Azərbaycan istəyirəm. Siyasi aləmdə bunun çıxış yolu var da, yəni bu səbəbi aradan qaldırmanın çıxış yollarından biri və birincisi, çoxdur amma birincisi proporsional seçki sistemidir. İllərdir biz bu haqda danışırıq, illərdir bu haqda təbliğat aparırıq. Sizə deyim ki, hakimiyyətin içindən də, hökumətin içindən də, bəzi yapın deputatlarından da bu fikri dəstəkləyənlər var. Kifayət qədər də çoxdur. Sadəcə təşəbbüs irəli sürülüb bu məsələni həll olunmalıdır. Proporsional seçki olsa, Azərbaycanda maksimum 6-7 partiya qalacaq. Maksimum hələ. Və onların da ideoloji xətti baxış. Bizdə partiya sədrləri və partiyalar iqtidarlı, müxalifətli fərqi yoxdur. Hamının xoşuna gəlməyə çalışırlar. İstəyirlər ki, hamı onları sevsin. Hamı $100 sevir. Nə bilim, 500 avronu sevir. Ola bilər. Amma sən nə $100 deyirsən, nə 500 avro deyirsən. Səni hamı sevməməlidir. Sənin öz target qrupun olmalıdır. Sənin xitab elədiyin, müraciət elədiyin bir qrup olmalıdır. Xalqın hamısının sənin sevməsinə çalışırsansa, sən siyasi aferistsən. Bunun başqa adı yoxdur da. Sən ya kiçik sahibkarları müdafiə eləməlisən, kiçik orta sahibkarları, ya əksinə, büdcə təşkilatlarında çalışanların müdafiə, solçu partiya olmalısan məsələn. Mən Azərbaycanda yoxdur. Yəni ideoloji aydın olmalıdır. Gedirsən onların maraq qruplarını müdafiə edirsən. Ya millətçisən, eyvallah. Get türk millətçisən, get türk millətçiliyi ilə məşğul ol. Bizim partiyalar səhər türk millətçisi olur, axşam kosmopolit olur. Belə olmur da. Yəni belə yanaşma bir-birini təksib edən həddindən artıq yanlışdır. Biz illərdir çalışdıq ki, Azərbaycanda bir ideoloji oturuşmuş bir xətt ortalığa qoyaq və hamını da buna dəvət elədik. Hətta bunun üstündə ciddi tənqid də olunurdu.
Məsələn, çox zaman mən açığın deyim, mən sağ mərkəzçiyəm və sağın iqtisadiyyatda da həddindən artıq liberalizmin tərəfdarıyam. Əslində liberalizm bizi uzun illərdir bir yanlış təsəvvür yaratdılar. Bizdə elə bildilər ki, təbliğat da buna yönəldi. Avropanın səhvləri də yeri gəlmişkən buna yönəldi. Bizdə elə bildilər ki, liberalizm o eyni cinsli nikahlardır, nə bilim, belə bu məsələlərdir. Amma o deyil. Liberalizmin kökündə iqtisadiyyat durub həmişə. 17-ci əsrdə bu cərəyan yarananda, 18-ci əsrdə bu cərəyan bunun aslında iqtisadiyyat durur. Nədir bu iqtisadiyyat təməl? Dövlətin iqtisadiyyatda minimum rolu. Kiçik və effektiv hökumət modeli. Bax, biz bunu istəyirik. Bax, bunun üçün də istəyir Ana Vətən Partiyası olsun, başqa partiyalar olsun. Belə qalmaqalları biz görmək istəmiriksə gələcəkdə. Bu ideoloji platformalar üzərinə oturmuş siyasi partiyaların yaranması üçün ilk növbədə proporsional seçkiyə keçid lazımdır. Ümumiyyətlə, konstitusiya dəyişiklikləri lazımdır, ciddi şəkildə. Yəni, görürük də Azərbaycanda mən bir çox belə çox yüksək səviyyəli dövlət məmurları ilə tez-tez görüşürəm, müzakirələr aparıram, deputatlarla da. Onlar da anlayırlar ki, ciddi problemlər var. Və bu ciddi problemlərin həlli yolu. Məsələn, iqtisadiyyatda problemlərin həlli yolu artıq iqtisadiyyatda deyil. Artıq hamısı gəlir düyünlənir idarəetmə formasında. Və idarəetmə formasının özünün dəyişməsi üçün də konstitusiya lazımdır, konstitusiya islahatlar lazımdır. Məsələn, İcra Hakimiyyətləri İnstitutunun ləğvi üçün mütləq referendum lazımdır. Bəli. Və hamı da bundan danışır. Və prezidentin özü belə bu yerli özünü idarəetmə institutunun genişləndirilməsi və icra strukturları ilə bağlı kifayət qədər tənqidi fikirlər səsləndirdi və çox da uğurlu bir model oldu da prezidentin şəxsi nümayəndəsi, səlahiyyətli nümayəndəsi Qarabağda, Zəngəzurda, Naxçıvanda görürük və nümunə də yaxşıdır. Doğrudur, Naxçıvandan biraz xoş xəbərlər gəlmir, amma... Elədir. Çünki Naxçıvan qəliz yerdir də, çox qəliz yerdir. Orada yəni çox çətindir baş çıxartmaq, amma hər halda Şərqi Zəngəzurda, məsələn, Qarabağda, mən Laçında oldum, məsələn, çox xoşuma gəldi. Həddindən artıq bərpa işləri, orqanik, təbii yolla aparılır. Yəni, bütün bunlar çox yaxşı. Amma bunun üçün nə lazımdır? İkili idarəetmə bu ləğv olunmalıdır. Məsələn, orada da sual verdim, biraz da zarafata saldım, sual verdim, güldülər. Deyirəm, yaxşı, indi Laçın icra hakimiyyəti də var da. Siz görən işə o gəlib deyə bilərmi ki, mən belə istəmirəm, mən bunu başqa rəng istəyirəm, mən bunu göy rəngləmək istəyirəm. Necə, cavab necə oldu? Yox, deməz. Deməz, onu nəyə saxlayırsınız orada?